mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm, həm də ki, öz təhlilimi apararaq görürüm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Və təbii ki, sən gərək özün əmin olasan ki, sən haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir. İndi bizim xarici borcumuz ümumdaxili məhsulun 6% faizini təşkil edərək tarixdə ən aşağı səviyyədədir. Biz yenə də məhdud məbləğlərdə borc götürməyə başladıq, lakin biz maliyyələşdirməyə ehtiyacı olan layihələri dəstəkləmək üçün yenə də 2-3, bəlkə də 4 milyard ABŞ dollar məbləğində borc götürməyə qərar vermişdik. Biz sosial sahəyə maliyyələşməni kəsmək istəmirik. Biz müdafiə sahəsinə, Qarabağın yenidən qurulmasına maliyyələşməni kəsmək istəmirik. Lakin bizə nəqliyyat layihələrimiz, su kanalizasiya sistemi üçün və əsasən bağlılıq məsələlərində maliyyələşmə lazımdır. Bunun üçün biz borc götürəcəyik. Mən ümumilikdə iqtisadi inkişafdan razıyam. Bəli, bizim bir problemimiz var, bu da neft hasilatının təbii azalmasıdır. Bu amil ümumdaxili məhsul göstəricilərinə müəyyən mənfi təsir göstərir. Lakin əgər qeyri-neft və qeyri-qaz sektorunda ümumdaxili məhsula baxsaq, görərik ki, 11 ay ərzində 3,2% artım qeydə alınıb. Bu da pis göstərici deyil. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. Əlbəttə ki, istərdik ki, daha da çox olsun. Amma bir atalar sözü var, gərək ayağını yorğanına görə uzadasan. Yenə də deyirəm, biz heç vaxt populizmlə məşğul olmamışdıq. Heç vaxt həlli mümkün olmayan vədlər verməmişdik. Heç vaxt gələcək nəsilləri borca salmaq üçün hardansa böyük məbləğdə pul alıb onu paylamamışdıq. Biz bir neçə ildir ki, özünü məşğulluq proqramı ilə məşğuluq, əgər belə demək mümkündürsə, və 100 mindən çox insan əhatə olunub. Yəni, ələ baxımlıq olmamalıdır cəmiyyətdə. Tam bunu aradan qaldırmışıq, yox. Yenə də var. İş yerləri yaradılır, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda böyük tikinti meydançasıdır. Yəni, işləmək istəyən özü üçün Azərbaycanda iş tapa bilər. Ya inşaatda, ya kənd təsərrüfatında, ya başqa sahələrdə. İşsizlik aşağı səviyyədədir, ancaq işsizlər var və bu hər bir ölkədə var. İnkişaf etmiş ölkələrdə bizdən də böyük faizlə ölçülən işsizlik var. Amma mənim sözüm odur ki, bugün Azərbaycan kimi ölkədə geniş imkanları olan ölkədə iş tapmaq o qədər də çətin məsələ deyil. Sadəcə olaraq bəziləri bəlkə də onlara təklif olunan işlərlə razı deyirlər, ona görə iş axtarmağa davam edirlər. Когда мы были в беде, мы были предоставлены своей судьбе. И никто нас не защищал. И в том числе при всем уважении и сочувствии к Палестине, ведь Палестина ведь тоже особо нас не защищала. Да, были резолюции организации Исламской конференции, которые поддерживались всеми. Мы за это благодарны всем странам. Точно так же, как и Азербайджан всегда и в ООН, и в движении присоединения, и в Организации исламского сотрудничества всегда поддерживал Палестину и создание государства Палестины. И посольство Палестины
функционирует в Азербайджане, и в том числе благодаря финансовой помощи Азербайджана. Поэтому я всегда исходил из того, что dela arabskих стран должны решать sami arabskih страны. Sovetski adlandırılan ərazisinin köçürülməsi prosesi davam edir və orada da ancaq ictimai yerlər, parklar salınmalıdır, süni göllər yaradılacaq və nəqliyyat sistemi qurulacaq, o cümlədən metro stansiyaları, Ağşəhərdə metro stansiyaları. Velosiped zolaqları indi yaradılmağa başlamışdır. Bilirəm, bəziləri bundan narazıdır. Amma inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, bu da bir çıxış yoludur. Çünki bu həm sağlamlıqdır, həm də ki, tıxaclara qarşı bir önəmli bir vasitə olacaq. Bəzi Azərbaycanlıların yaşadıqları ölkələrdə Azərbaycan məktəbləri yoxdur. Bu böyük ədalətsizlikdir və bu ədalətsizliyə son qoyulmalıdır. Biz imkan daxilində təsir etməyə çalışırıq, amma imkanlarımız da çox geniş deyil. Bunun üçün də mənim göstərişimlə onlayn məktəblər artıq açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır. Dəfələrlə mən bunu demişəm, bir də deyirəm, tam şuurlu şəkildə inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır. Neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin vəziyyətinə və inkişaf etmiş ölkələrin. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var. Çox deyil, amma var. Onların texnologiyaları hardan gəlir? Onlar özləri mi onları icad edir? Yox. O gəlir beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən. O da nəyə bağlıdır? Təhsilə, elmə. Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. O təyinat bir qrup şəklində bir neçə icra başçısı təyin edilirdi noyabr ayında və o mətbuatda gedib mənim o verdiyim tapşırıqlar, sözlər, insanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluqla bağlı mübarizə, rüşvətxorluğa qarşı, korrupsiya qarşı mübarizə, sosial ədalət. Amma bir aydan sonra o təyin elədiyim adamların birini mən vəzifəsindən çıxartmışam. Yəni, bu məni çox məyus eləyir. Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin eləmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim olur, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya verilir, mətbuata, bəziləri verilmir. Və tövsiyələrim də təxminən çox da dəyişmir. Və məyus edən də odur ki, gənc kadrlar arasında da pozuntulara yol verənlər, əfsuslar olsun ki, var. Bunu indi ictimaiyyət bilmir. Amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu deməli uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, onda mən hardan biləcəm? Və onlar yoxlanılır bir neçə dəfə və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada yəni şəxsi qərəzli olmasın. Ondan sonra bu öz təsdiqini tapanda artıq qərar qəbul edilir.